ederim. Çox sağ ol. Var olun. Her vaxtınız xeyir olsun değerli komanda. Gününüz hayırlı uğurlu olsun. İnşallah ki yeni gününüz, yeni həftəniz, yeni ayınız sizlere uğur getirsin. Uğur ve nailət sizlerin olsun. Bir şirketten emektaşlık ederken tabii ki onun tarihi hakkında maraqlanmaq, onun kurucusu kimler olub, onun üzerinden doğru düzgün şekilde fikirlerini doğru öğrenmek ve hansı şirketle emektaşlık ettiğini ve bu şirketin sənə qatacağı ne derecede bir değer olabilir, onun üzerinden fikirlerinizi mütləq ve mütləq öğrenerek ileri gitmelisiniz. Bunun için de biz 3 yıl bundan önce başladığımız bir biznesde bu şirketin bir kurucu bir kadın olduğunu bilerek tabii ki daha çok ümit besleyerek, daha çok kazanacağımıza inanarak, daha çok güzel yerlere geleceğimize inanarak neylədik? Artıq bugün uğur və nailiyyətə imza atmağı bacarmışıq, həyatını dəyişməyə bacarmışıq. Və mən qurucumuz haqqında, yeni gün haqqında bir balaca araşdırarkən nəyi görmüşdüm? Təzə gələn vaxtlar, ilk vaxtlar nəyi görmüşdüm? Bir qadının həqiqətən də duruşunun və bu qədər mücadilə nəticəsində bu qədər yol getməsinin uzun yol üzerinden bacarıp da dünyaya açılması, yani artık Türkiye ülkesinden, Türkiye milletinden, Türkiye vətənindən başka diğer ülkelere açılması həqiqətən məni də çok gururlandırmıştı, çok duygulandırmıştı ki bir kadın eğer isterse, bacarmağı bacarıbsa, eğer bu şirketin Türkiye'de 17 il fəaliyyətini devam ettirerek, yoluna devam etmeye bacarıb ve hal-hazırda da Azərbaycana açılarak diğer kadınlara ümid olmaq, diğer kadınlara işıq olmaq yolunda fəaliyyətini devam ettirecek düşünəndə, baxanda, görəndə, Zoom təlimində, dinləyəndə həqiqətən də bu sektorda uğurlu olacağımı və mən də onun kimi çox gözəl yerlərə gəlib qadınların ayaqları üzərində durmasını təmin edəcək düşüncəsini özündə formalaşdıraraq bu yola başlamışam. Başladığım bir biznesə də həm də olsun sonsuz sayda xanıma da işıq olmağı bacarmışıq təbii ki. İlk mən bu Zoom toplantısına daxil olarkən yeni günün ağzından belə bir söz çıxmışdı xanımlar. Demişdi ki, mən bir xanım olaraq bacarmağım qürurunu yaşayaraq, hal-hazırda arzum, xəyalım, bəli çox çətin oldu. Dünyaya açılmaq, digər ölkələrə fəaliyyət göstərmək mənim üçün çox çətin oldu. İlk Zoom-u yadımdadır. Subtay Balcı, Nicat Paşayev, həmçinin yeni gün orada iştirak edirdi. Belə bir söz işlətmişdi ki, ilk həyəcanıma həyəcan qatdığınız üçün bu arada təşəkkür edirəm demişdi. Və belə bir söz işlətmişdi. Mən bugün həyatını dəyişən minlərlə qadının Türkiye'de fəaliyyətini devam etdirməyə bacararaq bugün Azərbaycana açılma səbəbim də Azərbaycana həm maddi azadlıqlarını təmin etmək, həm də ki Azərbaycan xanımlarının da mükəmməl yerlərə gəlməsini təmin etmək üçün artıq bu addımı atmağı bacarmışam. Bir qadın qurucunun bu dünyaya açılma eşqi və bunu bacarması təbii ki məndə daha istimul, daha gözəl yerlərə gələcəyimə və bir qadın olaraq mən də bacaracağıma ilk oradan başlamışdım. İlk təliminə daxil olduqdan sonra o enerjini zaten ki almıştım ve bir gün bacaracağıma inanmıştım. Çünkü bayağı qeyd etdim ki bir qurucunun bunu bacarmasına, yani o da qadındır, mən də qadınam. O bacarırsa mən niye bacarmayayım? O hətta böyük bir şirketin sakini olarak böyük bir neçə şirketi idarə etməyə bacarırsa da biz niye bu şirketlə fəaliyyətimizi davam etdirib gözəl yerlərə gəlməyi bacarmayaq? Düşüncəsindən başladığım bir biznesin hal-hazırda indi bu möhtəşəm qurucumuz haqqında inşallah sizlərə də fikir bölüşmək istəyirəm. Ay. Ekranım görsənir yəqin ki, xanımlar. Bəli, görünür. Okey. Tamam. O zaman ilk başlayaq. İlk önce nəzərdə çatdırım ki, bu qədər güce sahip olub, bu qədər böyük bir şirketin başında duran bir patron, bir qadın olması hər dəfəsə dediyim kimi qürur və fəxirdir. Əgər bir qadın bacarmağı bacarıbsa, əminəm ki, buradakı bütün qadınlar inşallah ki, arzularına doğru düzgün şəkildə irəliləməyi bacarıb, çox gözəl yerlərə gəlməyi bacararlar. Şirketin qurucusu yeni gün 2001-ci ildə Trakya Universitetinin Qida Mühəndisliyi fakültəsini bitirmişdi xanımlar. Bu fakültəni bitirdikdən sonra artıq başqa bir şirkətlə əməkdaşlığa başlayır və elə bu zamanda üzr istəyirəm. Elə bu zaman da həyat yoldaşından tanış olur. 2005-ci ildə ticarət həyatına köçürmək qərarına gəlir və bitki mənşəli qidalar hazırlamaq qərarına gəlir. 2009-cu ildə isə bununla bərabər İstanbul Maltepe'də də obyektlərini 30-dan çox firmaya müqavilə bağlayır. Artıq istehsalat şirkətini istehsalatını genişləndirməyə və 20 ölkəyə məhsulların ixracı ilə məşğul olur. Və bu offline şəkildə fəaliyyət göstərir. Baxın xanımlar, ilk başladıqda offline şəkildə öz ticarətini qurmağa çalışır, öz ticarətini genişləndirməyə çalışır və bitki mənşəli kosmetik və təmizlik məhsulları istehsal edərək
offline şəkildə firmalarla 20-dən çox ölkəyə ixracını istehsal edir. Və sonra nə edir? 2017-ci ildə bildiyiniz kimi ümumiyyətlə şəbəkə biznesinin, daha doğrusu offline bizneslərin mahiyyətində çox gözəl gəlirlər var, çox gözəl imkanlar var, çox gözəl yerlərə getmək mümkündür. Amma online biznesin verdiyi o gəliri, o mükəmməlliyi təbii ki offline biznes vermir. Və 2017-ci ildə yeni gün nə edir? Birbaşa məşğulluqla məhdudlaşmaq əvəzinə, yəni sadəcə online biznes, offline biznesdən o dünyaya açılaraq 20 ölkəyə məhsullarını ixrac etməklə yanaşı, həmçinin də 2017-ci ildə başlayır artıq şəbəkə marketinqini qurmağa. Bu yolda da öz xidmətini genişləndirməyə və məşğulluğunu daha gözəl yerlərə daşımağa dəstəkləyir və hədəfləyir. İş modelini istədiyiniz şəxsdə, istədiyiniz yerdə və vaxt keyfiyyətli məhdudlarla birləşdirərək, yəni hansı ki mükəmməl məhsulları hal-hazırda zamanı doğru ayarlayan, şəbəkə biznesinin mahiyyətini anlayan insanlarla birlikdə başlayır Türkiyədə gənc yaşlı insanlara həmçinin də evindən idarə olunacaq bir işin modelini öz düşüncələrində formalaşdırıb artıq bunun üzərində çalışmağa. Və nə edir? Türkiyədə deyərdim ki, ən uğurlu yerli şirkətin adını qazanmağı bacarır. Və 2017-ci ildə Türkiyədə fəaliyyətini davam etdirərək uzun müddət zamanını bu sahəyə ayırıb, çox gözəl məhsulların təqdimatını və məhsulların tərkibinin keyfiyyətli təbii bitkislərdən ibarət olmasına təmin edib, gətirib çıxardır. Və zaman-zaman artıq bu sektorda genişləndiyini görür, bu sektorun gözəl yerlərə gələcəyini və Türkiyədə böyüdüyünü görüb, artıq qərarını Azərbaycandan yana verir. Azərbaycandan yana verdiyi də üçün artıq qoy ekranı açım. Azərbaycandan yana verdiyi üçün başlayır artıq 3 ildir Azərbaycanda fəaliyyət göstərməsinə baxmayaraq sonsuz sayda xanımların həyatına toxunmağı bacarıb, sonsuz sayda xanımların ayaqları üzərində durmasını təmin edib və hazırda Homelife şirkətinin sadəcə və sadəcə 30 üzəri, sadəcə hələ ki o qazananları demirəm, minlərlə və hətta deyərdim ki sonsuz sayda xanımlar var ki bu şirkət sayəsində həyatını dəyişməyə bacarıb. Həmçinin bu möhtəşəm məhsullar, təbii bitkisel olan məhsulların təqdimatını və istifadə edərək bu biznesini genişləndirərək bu günlərə hal-hazırda sonsuz sayda xanımlar var. Həmçinin 30 xanım maşın proyektinin qalibi olaraq bu şirkətdən gəlir götürərək maşına sahibdir. Bir də nəzərinizə çatdırım ki, hal-hazırda 3 il burada fəaliyyətini davam etdirməsinə baxmayaraq 3 ildə də burada bildiyiniz kimi sancılı dönəmlər keçir. Bildiyiniz kimi artıq bəzi planlamalar, bəzi yeni işlər, yeni proyektlər, yeni düşüncələr, yeni ideyalar üzərindən həm qazanc planının dəyişməsi, həm komandada olan bəzi kampaniyaların təşkil olunması, istər Zümrüd üzəri, istər Turkuaz üzəri, və bu nəyi göstərir xanımlar? Bir şirkətin, komandaların yanında olmasını təmin etməyi, dəyişən prosesin, dəyişən gedişatın nəyin üzərindən irəlilədiyini bir balaca özünüz düşünsəz, bir balaca özünüz fikirləşsəz, görsəz ki, bu dəyişim mənə necə təsir edib? Yəni bu şirkətin verdiyi bu qərarlar mənə necə təsir edib? O zaman görərsiniz ki, həyəcanla, bəli, biraz enişlər olur, biraz yoxuşlar olur, biraz çətinliklər olur, amma bu çətinliklərin üstəsindən gələrək yolumuza davam doğru düzgün şəkildə getməyə bacararıqsa, əgər bu qədər şirkətin qurucusu bu qədər mücadilə verib, bir dəfə Zoom'da belə bir söz işlətmişdi ki, hətta məni çox vuranlar olmağa çalışdı, hətta mənim şirkətimə qara yaxanlar, yadınızdadsa 2 il bundan öncə belə qara yaxmalar bizim komandamıza qədər gəlib çıxmağı bacarmışdı ki, Türkiyədə ay qaçaqçılıqla falan da məşğul olurlar və bu qədər bir şirkətin ayaqda qalması və bir neçə şirkəti idarə etməyə bacaran bir qadın bunu bacarıbsa, təbii ki biz də burada yolumuza davam edərək o həyəcanla, o israrla, o qərarla, o disiplinlə doğru düzgün şəkildə irəliləməyə bacararıqsa, bu möhtəşəm şirkətin bir üzvü olaraq biz də çox yox, artıq bir müddətdən sonra öz hekayəmizi yazmağı bacararıq. Keçim indi bir də video paylaşmaq istəyirəm. Şeyda Yeni Günün o duruşu, o ayaqlar üzərində durması, o səhnəyə çıxışı, bu barədə də inşallah sizlərə göstərmək istəyirəm. Gördüyünüz kimi buyurun. Baxın, bir qadının ayaqları üzərində durması və bu qədər şirkəti idarə etməsi, hər krizin altından mükəmməl çıxması mənə görə həqiqətən qürur və fəxirdir. Və biz hansı şirkətlə əməkdaşlıq edirik? Biz müdür şirkəti ilə deyil, biz patron şirkəti ilə əməkdaşlıq edirik. Yəni, patron şirkəti deyəndə nəyi nəzərdə tuturuq? Bu şirkətin başında bir patroniçə durur. Bəy deyil, xanım durur. Və bunun uğuru, həqiqətən bu səhnəyə çıxması ilk gördüyüm videolardan biri idi ki, yaddaşımda bu şəkildə qalmışdı. Çox bəyənmişdim ki, bu qədər əziyyətin, bu qədər əməyin, bu qədər mücadilənin və biz onun getdiyi yolların nə dərəcədə çətin olduğunu bilmirik.
Bizim zaten gördüğümüz, sadece gördüğümüz o səhnəyə qürur verici bir xanımın çıxması, özünü təqdim etməsi, bu qədər insanın, bu qədər kütlənin də onun arxasından getməsi, onun izindən getməsi. Amma gəlin görək, bu xanım həqiqətən nə qədər mücadilə verir. Bu xanım nə qədər bu şirkətin ayaqda qalmasını təmin etmək, Azərbaycanda damğasını vurmaq. Hal-hazırda bildiyiniz kimi maşallah olsun ki, artıq Gürcüstanda fəaliyyət göstərməyi bacarırıq. Artıq yavaş-yavaş dünyaya açılmağa çalışırıq və ən qısa zamanda Rusiyada fəaliyyətimizi davam etdirəcək. Bunu bir xanım bacarırsa, niyə biz də bacarmayaq? Sadəcə biz onun qədər əziyyət çəkmirik, biz onun qədər əmək qoymuruq, biz onun qədər zamanımızı ayırmırıq, biz onun qədər düşünmürük, biz onun qədər ixrac etmirik, biz onun qədər məhsulların, bu məhsulların təqdimatı var, bu məhsulların tərkibi var, bu məhsulların istifadəsində yararlı, faydalı olduğunu göstərəcək testləri var və plus da bu məhsullar heyvan mənşəli, yəni deyil. Ancaq bitki mənşəli üzərindən irəliyir və həmçinin də heyvanlar üzərində sınanmır. Niyə? Çünki bildiyiniz kimi bütün firma məhsulları, bütün ümumiyyətlə Azərbaycana daxil olan istər firma, istər də firma olmayan adi məhsulların hər biri heyvanlar üzərində sınanılaraq bu gün bizlərə gəlib çatır. Bu gün bizlərə gəlib o məhsullar əlimizə çatır. Plus, həm heyvanlar üzərində heyvanlara zərər verərək bu gün bizim gələcəyimiz o nə cavab verəcək onu da bilmirəm. Amma bu şirkətin verdiyi məhsullar isə nəyindir? Tam olaraq bitkisel, tam olaraq tərkibində insan sağlamlığına zərər verməyən, insanı belə deyim də, hansı ki, keçən səfər bir araşdırmamın nəticəsində belə bir qarşıma bu sileslə bağlı, parabenlə bağlı, sülfatla bağlı belə bir məlumat çıxmışdı. Nə deyir? Tərkibində siles, paraben, sülfat olan məhsulların bu gün insan sağlamlığına nə dərəcədə zərər olduğunu siz də bilirsiniz, mən də bilirəm. Bir balaca araşdırsaz görərsiniz və biz əslində ölüm haqdır, doğum da haqdır. Amma biri var sağlam ölmək, biri də var ki, o sağlamlığına zərər vuran məhsulların tərkibindən istifadə edərək və zamanında istifadə edə-edə etap-etap bunun adı yavaş-yavaş ölüm deməkdir. Birdən-birə ölüm demək deyil. Bunun üçün də olduğumuz şirkətin, olduğumuz məqamın, olduğumuz yerin doğru düzgün şəkildə qədrini bilməyib, doğru düzgün şəkildə irəli getməyi bacararıqsa, o zaman siz də o xanım kimi, burada qazanan və bacaran xanımlar kimi siz də zamanı gələndə qürur və fəxrlə o səhnələrdə olub, artıq öz sözünü, tamam zavodunuzu qurmayacaqsınız, tamam siz sərmayə, risk və sərmayə töküb o qədər o gücə, o gəlirə malik olmuş, o sərmayə malik olub, biz daha doğrusu şirkət qurmayacaqsınız, amma şirkətin sizə verdiyi avantajlar üzərindən biznesinizi mükəmməl genişləndirəcəksiniz, həyatınızı dəyişəcəksiniz, həyatınıza işıq olacaqsınız, komandanıza mükəmməl örnək olacaqsınız. Bunun üçün də durmayaraq, dayanmayaraq yolunuza davam edəcəksiniz ki, bayaq qeyd etdiyim kimi, hansı ki, Azərbaycana 3 il gəlməsinə baxmayaraq bu qədər xanımın, bu qədər möhtəşəm xanımların həyatına toxunmağı, istər maddi, istər mənəvi olaraq, mənə görə maddiyyat bəli çox önəmli bir faktordur, önəmli bir resursdur, önəmli bir həyat yaşam tərzi üçün, önəmli bir aylıq, illik tələbatımızdır. Amma mənə görə bu şirkətin fəaliyyəti, bu şirkətin mükəmməl yerlərə gəlməsi və xanımların öz şəxsi inkişafını gücləndirməsi, bu qədər kütlənin 202 nəfərin qarşısında fikirlərini mükəmməl ifadə etməsi, mən deyərdim ki, bu şirkətin sayəsidir. Bəzən olur ki, xanımlar bu şirkətin verdiyi avantajlardan maşallah gəlirlər, müəyyən yerlərə çatırlar, müəyyən məqama çatırlar və düşünürlər onların gücüdür. Bəli, onların gücüdür. Əlbəttə ki, hər qadın bacarırsa, illa ki, onun gücü orada öz yerini tapır, öz mövqeyini tapır. Amma mənə görə bu şirkətin gücüdür ki, hal-hazırda 50% bizim gücümüzdürsə, 50% şirkətin bizə verdiyi imkanların gücüdür. Şirkətin qurucusunun bizlərə verdiyi dəyərin gücüdür. Şirkət sakinlərinin, istər Subtay Balcının, istər Şeyda Yeni Günün, istər Nicat Paşayevin bu komandaya verdiyi dəyərin gücüdür ki, bugün həmd olsun biz burada böyüyüb inkişaf edib gözəl yerlərə getməyimizi, həm maddi olaraq həyatımızı dəyişməyi təmin edirik, həm də mənəvi olaraq maşallah olsun ki, həyatımızı dəyişməyi bacarırıq. Şirkət qurucusu haqqında inşallah inanıram ki, sizə faydalı məlumatlar ötürdüm. Siz də öz dəftərinizə, öz notlarınızda, hətta bunu Türk Qazlar qrupuna da yönləndirəcəm bu məlumatları. Çalışın siz də öz çox yox, bircə saatınızı ona ayırıb, bir balaca araşdırın, baxın görün ki, bu insanlar necə bacarıb. Necə bacarıb və bir şirkəti idarə etmək, həqiqətən də bu krizi yönətmək, verilən qərarların arxasında doğru düzgün şəkildə qurub, sonunda doğru qərarı verib, yəni təkcə öz mənəfiyini deyil, həmçinin də çalışanların mənəfiyini doğru düzgün şəkildə, mükəmməl şəkildə qorumağı bacaran, mən deyərdim ki, yeganə və tək şirkətdir ki, 3 ildə bazardan çəkilməyərək, hətta Subtay Balcanın bilməm dinlədiniz, mənə çox motivasiya verdi bu sözü ki, biz Azərbaycanda nömrə 1 olmağa davam edəcəyik və Azərbaycanı
böyütməyə ürəyimiz var. Yəni bu söz mənə çox xoş gəldi, həqiqətən çox xoş gəldi. Çünki bazara daxil olan 3 ildə sonsuzsa da, bəlkə də yeni qoşulmusunuz, bəlkə də təzə gəlmisiniz, bəlkə də 5 aydır burada fəaliyyət göstərirsiniz, bəlkə də 1 ildir burada fəaliyyət göstərirsiniz. Amma mən artıq 3 ildir bu şirkət Azərbaycana gələn 3-cü ayında artıq mən bu şirkətlə əməkdaşlıq edərək sonsuz sayda şirkətlər gördüm. Sonsuz sayda bazara daxil olub at oynadacağam, belə çalışacağam, belə əmək qoyacağam, belə gözəl gəlirlər verəcəm, belə həyat dəyişəcəm. Amma bugün heç bir o şirkətlərim burada deyil. Və göbələk kimi yağış yağanda çıxan şirkətlər yağış da dayanan kimi əmin olun ki, yox olurlar, gedirlər. Ona görə də olduğunuz məqamın, olduğunuz yerin doğru düzgün şəkildə hansı şirkətlə əməkdaşlıq etdiyinizi bilin, hansı komandada fəaliyyət göstərdiyinizi bilin, yolunuza o şəkildə davam edin və bir gün alınacağına inanın. Baxın, bir də bir nöqof yenə bir də gedəcəm. Şeydə yeni günün danışmasında keçən səfər Diamond üzəri belə bir səmimi ortam, belə bir səmimi söhbət olmuşdu ki, pes etməklə bağlı bəzi xanımların pes etməsindən bağlı fikirləri ifadə edərkən orada bir söz işlətdi. Dedi ki, sizə görünən sadəcə mənim bu günləri uğur və nailiyyətimdir. Sizə görünən bugün mən böyük bir zavodumun, böyük bir fabrikimin, böyük bir ofisimin olmasını görməyinizdir. Amma mən bu yerlərə gələnə qədər çox mücadilələr vermişəm. Çox pes etmək üçün. Həqiqətən günlərlə dedi, keçən səfər hətta Azərbaycana belə açılarkən bu problemlərin üstəsindən gəlmək üçün ən dərin problemlər gedən zaman belə ağladığım zamanlar olmuşdu. Amma nə etdim? Mücadilə verməyi seçdim, pes etməyi deyil. Və pes etmədiyi üçün də 3 ildir burada, maşallah olsun ki, sonsuz xanımların həyatına toxunmağı bacarıb. Mən inanıram ki, Azərbaycanda böyüməyə ürəyi olan bu Home Life şirkəti hələ çox xanımlara işi olacaq, hələ çox xanımlara kömək olacaq, hələ çox xanımların mənim kimi həyatını dəyişməyə gətirib çıxardacaq. Home Life mənə nə qatdı? Home Life mənim həyatımı necə dəyişdi? Bu barədə də çox yox, minicə bir fikirlərimi ifadə etmək istəyirəm. Təbii ki, icazənizlə. Hal-hazırda gördüyünüz kimi mən Çinarə Baxşaliyeva. Hər kəs diqqətlə bu videoya bu şəkildə baxsın. Bu sizdə sağadır, mənə soldadır. Yəni bu şeydə xanımla olduğum şəkillər olan bölmə hissə gördüyünüz kimi Home Life-da tanış olduqdan sonra. Digər hissə isə Home Life-dan öncəki şəkillərimdir. Uğur əvvəlcə özünüzə inanmaqla başlayır. Sonra ətrafınıza yayılır. Bugün özünüz üçün bir addım atın və ətrafınızdakı insanların uğur ümidi olun. Komanda olmaq şuuru ilə əldə etdiyiniz uğur hekayənizə qoşulun və öz hekayənizin qəhrəmanı olun. Mən sadəcə buradan hər kəsə bu məsləhəti görürəm. Gördüyünüz kimi hətta yaxınlaşdıracağım. Yəni duruşa baxın, qamətə baxın, baxışa baxın. Bir qadının dəyişmə əsəri və Home Life sayəsində dəyişmə əsəri gözünüzün önündədir. Sizdən artıqlığım, əksikliğim yoxdur. Amma sizdən artıq olanım mənim arzularımdır. Sizdən artıq olanım mənim xəyallarımdır. Sizdən artıq olan mənim bu yolda əsla və əsla pes etməyib bir gün o istədiyim o xarici ölkələrə səyahət, o istədiyim İnşallah ki, evimə sahib olmaq üçün bir dənə artıq olanım onlardır. Və burada etap Home Life'dan adım adım kazandıqlarım. Adım adım güçleneceksin, akıllanacaksın, öfkeleneceksin, savaşacaksın ve yeneceksin. Adım 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 adım. Və buradan hər birinizə nacizənə məsləhətim. Hər birinizə bir bacarmış xanım olaraq bugün həm sponsorlarımdan, həm şirkət qurucularından, həm şirkət rəhbərlərindən ümid alaraq, inam alaraq, yoluma getdiyim bu yolda əsla pes etməyərək bugün istədiyim həyatı yaşamıram, amma uşaqlarıma istədiyi həyatı yaşadıram. Bugün Home Life sayəsində istədiyim evdə yaşamıram, amma inşallah çox yox, gələcəkdə o uşaqlarımı istədiyi evdə yaşadacağam. Niyə? Çünki mən bilirəm ki, bu şirkət davamlı və böyümək yolunda mükəmməl şəkildə irəliləyir. Niyə? Çünki bu şirkətin burada fabriki var və zaman gələcək biz fabriki olan bir şirkətlə əməkdaşlıq edirik və bu fabrikdə də təsəvvür edin ki, 1 il deyil, 2 il deyil, hətta inşallah ki, daha uzun ömürlü olaraq fəaliyyətini, onlayn biznes olaraq fəaliyyətini davam etdirəcək və mənim kimi sonsuz xanımlar da öz həyatına, öz yoluna işıq olacaq və gələcəyini təmin edəcək. Məndən bu qədər dəyərli xanımlar, inanıram ki, sizlərlə faydalı oldum. Durmayın, dayanmayın, bir saniyə belə durmayın. Çünki durduğunuz an sizin əleyhinizə işləyən zaman ki, həyat mücadilə və mübarizələrdən ibarətdir. İstər yaşam tərzi olaraq, istər ailə tərzi olaraq, istər də ki, ev həyatı olaraqdan bizim hər günümüz zaten mücadilədir. Hər günümüz zaten mübarizədir. Mən bunu hər dəfə deyirəm, son olaraq da bunu fikirlərimi ifadə etmək istəyirəm. Biz dünyaya gələrkən zaten yerimək üçün mücadilə veririk. Yeridikdən sonra
yemək üçün mücadilə veririk. Yemək yedikdən sonra məktəbə gedib yeni bir devrə, yeni bir insanlara adaptasiya olmaq üçün mücadilə veririk. Məktəbi oxuduqdan sonra artıq 11 ilimizi, o zamanımızı ayarlayaraq, 11 il o məktəbdə öz zamanımızı ayarlayıb gələcəkdə bəlkə instituta daxil oldum deyib 11 il mücadilə veririk. 11 il mücadeləsinin sonra tamam okey, həyat sənin üzünə güldü, bacardın, çalışdın və həyat sənin üzünə güldü, instituta daxil oldun. 4 il orada fəaliyyətimizi davam etdirib bir gün pul qazanmaq üçün mücadilə veririk. 4 ildə bitdi, diplom orada mənimki kimi toz basıb yatır. İndən sonra da artıq həyatda ailə qurmaq üçün mücadilə veririk. Ailə qurduq, yeni bir ailəyə adaptasiya oluruq. Qaynana, qaynata, sonra gəlir uşaq dünyaya gəlir, uşaqları böyütmək üçün mücadilə veririk. Sonra da qocalırıq. Nə edirik? Həyatımızı oturub gözləyirik ki, nə vaxt dünyamızı dəyişəcək. Nə qədər ki fürsətiniz var, nə qədər ki imkanınız var, nə qədər ki sağ canınız var, nə qədər ki hələ ki ayaqda durmağı bacarırsınız, o zaman özünüzü və uşaqlarının gələcəyini Home Life sayəsində də dəyişməyi bacararsınız. Məndən bu qədər dəyərli xanımlar, inşallah gələn təlimlərdə görüşmək ümidi ilə. Kimisə sualı varsa buyurun, sualınız yoxdursa gecəniz xeyrə qalsın. Məncə suallar da yoxdur. O zaman hələlik. Görüşmək və danışmaq ümidi ilə.